Bugün xalq artisti Habil Əliyevlə vida mərasimi keçirilib. Vida mərasimi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilib. Xalq artisti ilə vida mərasimində baş nazir müavini, xalq yazıçısı Elçin Əfəndiyev, Milli Məclisin sədr müavini Ziyafət Əsgərov, Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev, nazir müavini Ədalət Vəliyev, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, mərhumun ailə üzvləri, tanınmış sənət adamları da iştirak ediblər. Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev çıxış edərək xalq artistinin özünə məxsus ifaları ilə Azərbaycan musiqisində yeni səhifə açdığını diqqətə çatdırıb. Görkəmli sənətkarlarımızın ifaçılıq sənədlərinə layiqiyyətlə qoruyan və yaşadan Habil Əliyev eyni zamanda özünə məxsus ifa üslubu ilə milli musiqimizin sənətimizdə yeni səhifə açmışdır. Habil Əliyev Azərbaycan muğamlarını, xalq mahnıları və təsniflərini, bəstəkar əsərlərini mahir bacısıdır. O Seygər, Ügar, Şur, Zabul, Bayat-ı Şiraz və bir çox muğamlarının ifa tarixində öz təsnif xətti yazmışdır. O muğamla yaşayır, muğamla nəfəs alır. Muğama dərin məhəbbət, əsl sənətkar nəvazişi onun ifaçılıq kredosunun əsası qoyur. Habil Əliyevin ifaçılığın yüksək emosionallıq, dərin musiqi duyumu, improvizasiya ustalığı, ənənələrlə bağlılıq, eyni zamanda bu ənənələrdən bəhrələnərək yenilik yaratmaq qüdrəti xasdır. Onun kamanın səsi elə ilk sadələrdən bəllidir. Bu kamandan qopan hər sadə, hər səs, hər bir Azərbaycanlının qəlbindəki sarı seviyə elə dilləndir ki, elə ülvi dərin hissləri vardır ki, bu musiqi ilə bütövləşir, saflaşırsın. Habil Əliyev öz peşəsinə, sənətinə, muğama, fədəkarcasına sadiq qalan bir musiqiçi idi, milli yadaşımızın yaşadan, qoruyan ustad sənətkarı idi. Sənətkarın oğlu Rəvan Habiloğlu atası haqqında fikirlərini media ilə bölüşüb. Habil Əliyev öz yaşıtları içində, öz qarafey sənətkarları içində son mənzili yola saldığımız sonuncu sənətkardır. Ona görə düşünürəm ki, bu itki Azərbaycan mədəniyyəti üçün, Azərbaycan xalqı üçün çox önəmlidir. Mənim Allahdan bir arzum var, bir diləyim var. Habil Əliyev fenomenini gənc nəsillərimiz yaxşı tanıya bilsinlər, yaxşı yaddaşlarında saxlaya bilsinlər və heç vaxt unutmasınlar. Çünki Habil Əliyev fenomeni tək musiqiçi deyil, həm də gözəl yumorlar danışa bilən, gözəl deyimləri olan bir şəxsiyyət idi. Allah qəni-qəni rəhmət eləsin. Sənətkarın həyat yoldaşı Şərqiyə Əliyeva da daima dövlət tərəfindən xalq artistinə göstərilən qayğıdan danışıb. Çox razı idi həyatından, dövlətimizdən. Xəstəliyinə çox diqqət olundu. Xanım tərəfindən, prezident tərəfindən 24 saat həkim nəzarəti altında idi. Əllərinə gələn elədilər, çıxarda bilmədilər vəziyyətdən. Sağ olun sizləri də, çox diqqət göstərin, çox zəng edirdi. Hamısı Habil müəllimə deyirdim mən. Deyirdi, sağ olsunlar, mən bilirəm, onlar məni çox istəyirlər hamısı. Həqiqətən doğrudan da elə idi. Hayır, nə deyim, qurban olun. Valla 6 günə qədər danışırdı, heç nə, elə təşəkkür eləyirdi ki, mənə bu cürə diqqət eləyirlər. Balnisada yatdı orada, çox böyük diqqət, evə gəldi. 24 saat həkim başının üstündən bir dəqiqə çəkilmədilər. Xaricdən həkim gətirdilər. 2 gün bundan qabaq Mehriban xanım nümayəndə göndərdi ki, xaricdən başqa həkim gətirək. Onda komada idi, özləri gördülər gəlib. Komadan aylarsa, baxarlar, lazım olsa həkim. Yəni, İnanılmaz dərəcədə diqqət oldu Habil müəllimə. Sağ olsunlar, həm sizlərə, həm xalqımıza, hər kəsə sağ olun, var olasınız. Daha sonra tanınmış incəsənət adamları da xalq artisti ilə bağlı təəssüratlarını bölüşüblər. Bir insan ki, itki itirib, o nə danışa bilər ki? Bir insan ki, çox böyük sənətkarı itirdi və onun yerinə qoymağa adam da yoxdur. O nə deyə bilər ki? O ancaq göz yaşları ilə susa bilər. Mən əminəm ki, yeri cənnətlikdir. Çünki şərəflə yaşadı. Mən darıxacam şəxsən. Geyim geyinəndə harasa açıq bağlı olanda darıxacam ki, görəsən o görür. Mənə deyərdi bunu giyinməyə, giyin. Və yaxud da ki, o kamanın səsini
və yaxud da onun danışıb gülüb zarafatla sataşmaqlarını mən çox darıxacam. Bu gün Azərbaycanın muğam sənətinin çox böyük sütunlarından birini itmişik. Azərbaycanın çox böyük sənətkarı, korifey sənətkarı, canlı əfsanə olmuş öz sağlığında, öz şəxsiyyəti ilə, öz sənəti ilə böyük bir sənətkarı itirmişik. Habil Əliyev kamanı mənfur qonşularımızın əlindən alaraq Azərbaycanın o təbii ki, o milli aləti olan kamançanı özümüzünkiləşdirmiş, xüsusi ona bir tembir yaratmış və bir kamana bir abidə uzatmışdır. Və Habil Əliyevdən sonra nə qədər bizim sənətkarlar onun yolu ilə gələrək o sənətə yiyələnmişlər və Habil Əliyev hər zaman Azərbaycanın muğam sənətin bütün dünyada layiqli təmsilçilərindən. Vida mərasimi bitdikdən sonra Habil Əliyev 1-ci fəxri xiyabana gətirilərək torpağa tapşırılıb. Qeyd edək ki, xalq artisti Habil Əliyev uzun sürən xəstəlikdən sonra dünən axşam saatlarında 89 yaşında dünyasını dəyişib. Allah rəhmət eləsin.